Açığını desəm, mənə aviabilet lazım olanda heç kimə zəng eləmirəm, heç kimi yığmıram. Sadəcə daxil oluram aviasales.az-a. Çünki mənə hər dəfəsində istənilən istiqamətə ən uyğun, ən ucuz qiyməti ilə aviasales təklif edir. Ona görə də sizə də lazım olsa, sadəcə aviasales.az-a daxil olmağınız yetərlidir. Çünki aviasales bilet satmır, ən ucuz bileti tapır. Danışıq. Bəli, yeni videomuzdan hər kəsə salamlar dostlar. Fəxrinin kanalında olsaq da bugün maraqlı bir avtomobil çəkirik. Mən İlkin Mustafayev. Gəlin gedək birinci Fəxrini tapa görək. Görək Fəxri hardadır? Qaçıb gizlənib deyəsən. Salam hər kəsə millət. Mən Fəxri Əsadov. Bu günləri pultlu maşın İlkinlə birlikdə çoxdan da istədiyimiz Tesla Cybertruck incəliyirik. Gördüyünüz kimi yaşayış buradadır. Biz başladıq. Deməli dostlar, yanımızda İlkin var. Cybertruck'a keçəcək değil mi İkramı? Yanımızda İlkin var, pultlu maşın. İzləməyənlər varsa, YouTube kanalı var, tez-tez videolar paylaşır, düzdür. Əsas kontent səndə mən bilən Elektrik. Aysa. Niyə? Pultlu maşında. Pultlu maşın. O da elə oradan gəlir. Aysa. Tarixçəsi var. Uzatmayaq. Mən də burada tarixçəni danışarıq. Mən də deyirəm ki, qardaş, Cybertruck çəkirik. Tesla açığı çəkməmişəm İlkin bu günə kimi, yalan deməyim sənə. İlkdir. İlkdir. İlki də dedim elə interest. Öpürəm sən. Yaxşı idi. Uştuqa danışır yəni. Taza. Aysa. Bir dəqiqə vaxtınızı alacağım. Zik Oil məhsulları haqqında məlumat verməliyəm. İndi deyə bilərsiniz ki, ay Fəxri, Tesla hara, yağ hara. Nəzərinizə çatdırım ki, elektromobillərin hər birinin əyləc yağı da olur, reduktor yağı da olur. Hətta sizə desəm, Zik Oil Tesla'nın ilk yağı olaraq qeyd olunur. İnanmaya bilərsiniz, amma bu bir reallıqdır. Çünki Tesla bu günə kimi öz avtomobillərində reduktoru GM tərəfindən əldə edirdi. GM'in də ilkin dolumu SK Zik yağlarıdır. Ona görə də bu videomuzda Dextron 6 məhsulunu sizə daha yaxından göstərmək istəyirəm. Siz də öz avtomobilinizə uyğun, istər mühərrik, istər transmissiya, istər reduktor, hər bir məhsulu Zik Oil-la dəyişə bilərsiniz. Uzun ömürlü formada da istifadə edə bilərsiniz. Əlavə sualınız varsa Zik Oil Azərbaycana müraciət edin. Biz davam edirik. İlk video üçün dedim elə ənkəsindən başlayaq, Cybertruck. Və nə bu videoda açığı mən çox məlumat nə bilirəm, açıq paylaşacağım. Öz fikirlərimi əsas bölüşəcəm ki, mənə necə gəlir, nətər başa düşürəm bu maşını. Amma texniki cəhətdən, nə bilim, sənin düşüncə tərzindən, sən bu Tesla'ya daha çox hakimsən. Ona görə istədim bir yerdə bir video çəkək. Həm də bildiyimi, heç bilmədiklərimi də mənə də öyrət. Ki, məncə öyrənmək heç vaxt gec deyil. Gec deyil. Mən də səndən öyrənəcəklərim olacaq təbii ki. Narahatım o qardaşın ki, darıxma. İlk növbədə amma istəyirəm millət, nömrədən istəyirəm bir dənə danışaq. Nömrə heç. O sənin mövzun. Hə, nömrə mən baxıram da, yəni. Danışır. 75 QQ 100, 75 Naxçıvan, bildiyiniz kimi avtomobil sahibi Naxçıvanlıdır və bu yaxın günlərdə təzə xəbər, super bir xəbərlə günümüzü açdıq ki, biz artıq Naxçıvana Bəli. maşın yolu ilə. Maşın yoluna rahat gedəcək. O deməkdir ki, Naxçıvan vlog coming. Naxçıvanda inşallah gedəcək. Bir dənə də qəşəng yürüyüş olacaq da Naxçıvana. Bakıdan Naxçıvan. İstəyərdim. O dəhlizə qədər gedəcək bu yaxınlarda. Sizin səfəriniz var. Bəli. Nəsə maraqlıdırsa Tesla sürənlər və ilkinlə əlaqə saxlasın. Qəşəng səfər olacaq. Amma mən bir dənə Duz dağın yanında bir dənə M4 ilə bir dənə çəkiliş. Sürə-sürə gedəsən də. Birbaşa anca Azərbaycan gedəcək. İnşallah. Bu öz yerində. İndi bugünkü mövzumuz, yəni bu videoya girənlər, baxanlar nəyə görə gəlib? Cybertruck'a gəlir, Tesla'ya gəlir. Amma başlamazdan əvvəl istəyirəm ki, bir dənə çağırış, dayanırıq burada. Mütləq. Zəhmət olmasa. Videonu bəyənməyi unutmayın. Kanala da abunə olun. Şərh yazın. Zınqırova da bir dənə basın ki, mütləq. Video çıxan kimi sıkın xəbəriniz olsun da. Alov atmayın da şərh yazın. Ay sağ ol. Şükümə bir muşkoy şərh yazın. Qaqa bu belədir, bu belədir. Bilək nədir, nədir. Bu da sadə. İndi İlkin, bu maşın mən bilən 23-də başladı bunun istehsalı. Bu maşın 23-də başladı. Bu maşın əslində 2019-a qədər gedir. 2019-da dedilər ki, bizim belə bir dənə maşınımız olacaq. Maşın dedilər də indi. Okey. Trak çıxdı amma. Trak çıxdı amma.
Düz 2019-dan behləri aldılar 75%. 100 dollar idi, nə idi? Hamı verir deyə bir ara Camaat ancaq alacaqlar. minimum beh 75% oldu ancaq. Minimum beh. Yəni nə qədər eləyir o? O hardasa 75%? Hə, 75%. 100 min dollardsa 75 min dollar. Hə, hardasa. 100 Onda elə dollardan- deyil idi də. Onda dedilər ki, nə bilim 70 min dollar civarı olacaq. Dəqiq rəqəmdə Yaxşı, demədilər bəs axı. 100 dollardan hamı verir deyə sıraya dururdu zaten. O prosta sıra idi də. Prosta Yaxşı sıra idi. verməmişəm. Olanda birdən olmasa pul batdı söhbəti də. Yox, mən vermədim. Bu maşın ancaq camaata neçənci ildə verildi? 2023-ün dekabrında. 23 də heç demək olmaz. 23 də Dörd demək də olar. belə. Hə, və təsəvvür elə 4 il, 5 il camaat oturdu gözlədi də ki, mənim maşınım gələcək. No, yaxşı, indi maşının texniki cəhətləri, 3 variasiyası var falan, onlara keçəcək. Ümumi və belə yandan bir baxası olsaq, sən gözlədiyin buydumu? Mən gözlədiyimdən daha böyük çıxdı bu. Mən Deyərdim, hə. bu boyda da gözləmirdim. 5 metr 20 sm uzunluq. Bu dəqiqə yəni rahat görmək olur da. 5-20. Hələ hündürlük bundan da qalxır ha. Bir 15 sm da qalxır. Если что deyim, asparkinqə baxdım, yerləşmir. Yerləşmir. Bir Arxası maşın qalır. yarım, bir maşın yarım. Təkər qalır şeydə, o birində qalır. Aysa, onun bayaqları bu fikir verdim, o söhbət var. Və normal parkinqlərdə də saxlayırsan, arxası uzaqdan belə sıra ilə baxırsan maşınlara, arxası qalır. Onda Bakıda əziyyətdir deyə bilirik də. Ha, olar, hə. Olar. Çünki bu çox yekədir. Açıq şəkildə videoda bu belə görünmürdü o vaxt. Hesab elə sprinter sürürsən, davamlı Hə, sprinter. hardasa. Amma düzdür, indi arxa akslar dönür falan, o söhbətlər var. Bir şey mənə maraqlıdır. Bu şey var idi, baba, ikinci bir sual. Aha. Daş atır, nəmli atır, qırılır. Səncə o PR idi, yoxsa həqiqətən fail idi? Gəl onu belə deyək də, 50-nin 50-yə də. 9 millimetrlik gülləni keçirtmir. Nə, şüşə? Şüşə. Şüşə. Hə, 9 millimetrlik Bu gülləni olar, keçirtmir. polad olar. Bu polad onsuz da yəni o da müəyyən qədəri keçirtmir, amma normal maşınlardan qat-qat dözümlüdür. Normal maşınlara misal üçün vuran kimi naxadı çilik-çilik. heç. Buna vur, dayanacaq. 2-3 dəfə vurandan sonra onsuz da qırılacaq. Yəni O heç. onu tam saxlamaq üçün bu olmalıdır, şüşə qalınlığı da normal olaraq. Amma- Qalxanda düşəndə əziyyət çəkir. Amma gəl indi bunun şüşənin qalınlığına baxaq da biz. adi. Adi şüşə kimidir də. Heç 2 qat şüşə demək olmaz, ancaq 2 qat Hə, şüşədir. var, 2 qat burada görürük, amma Bu naziklikçi şüşə üçün məncə fişka, qardaşın işləyir maşına. Va, uşaqlar, baba, bir dənə fişka. Nədir bu? Cybertruck. İndi Bu əynəm. Ona- Ötdün, girdi içəri. salam melek. Bildin necə? Oturmaq istəyirik, Qalxır, kömək eləmək üçün. olaysın. Bir də 90 dərəcə söhbəti var deyəsən, tam 90 deyil amma sənə deyim. Mən də deyərdim. tam Deyirlər da- 90 açılır, amma Yox, deyil. Bu deyim də sən qardaşın pərgər. 75 zad. Biraz belə bir- sıxsaq bəlkə. Qorxuram, heç sıxmağı. Əyilməz, qorxu yoxdur. İndi bilməyənlər üçün belə bir dənə də yüngül məlumat verim ki, uşaqlar, bu maşının niyə bu viddə olmağı, niyə belə əynəm sərt formada olmağı, avtomobil tamamilə poladdan istehsal olunub. Yəni qapı falan, kuza, muza, hər şey. Ona görə də bu poladlara salam. Bu poladı əyə bilmədiklər üçün polad bilirsiniz də. Ona görə yüngülvari vid veriblər, əyiblər yüngülvari. Ki getsin belə. Bu əmələ Bu gəlib. qara vinildir də, yəni. Hə, qara da birdən vinil elə bilərsiniz İndi rəngidir. deyə bilərsən ki, fəxri Cybertruck Belə. çəkirsənsə, niyə öz rəngində olanı tapmadın falan filan. Dostumun maşını qaradır. İndi mən buna Bəxtimizə bu çıxır. hə, yəni buna bir söz deyə bilmərəm. Amma ilkin bu bir dənə dəli qaqaş var Amerikada. Bütün maşınları zay Məhv eləyir, eləyir, Ferrari hə, zadı da. məhv eləyir, Ona düz ha. lənətlər oxuyur. Yazıq o deyil heç. maşınlar. Məncə avtomobil sevər elə bir şey eləməz. Yox, Yəni pulu qətiyyən. çox da olsa eləməz. Mən də Sözüm razıyam. onda yox. Tesla'nın baxdın onun şeyinə. Hansına? Tesla'nın necə dağıtdığına. Aha. Orada bax buraları Düzdür. belə qopardır, çıxardır. ha. Elə ki silikonla yapışdırmısan. Elə bilmə. Elədir. Elədir. Hə, bu sonradan belə deyək də, bu yapışdırılıb silikona. Ancaq bunun fışqası nədir? Aha. Əsas panel arxadadır. Bunu sadəcə Hə, olaraq dizayn söhbəti dediyim elədir. məsələyə valına verə bilmədilər filan temasıdır. Hə. Yapışdırıblar ki, bu da qalsın burada. Amma bunun arxası tamamilə bağlıdır. Tam germetik bağlıdır. Monokokdur da Hə, onu. bu bunu deyə bilərik. dartaq bu rahat çıxacaq. Hə, bu onsuz da. üz ki, cover kimi Üz, düşünün. hə, cover kimi, bir növ cover kimi. Polad söhbətinə keçmişkən bir şey də deyim. Tarixdə polad istehsalı, yəni poladdan olan avtomobil nə var? DeLorean var. DeLorean. Back to the Future-dur nədir? O kinoda. Orada düzdür, biraz DeLorean'ın belə deyim, poladı o qədər qalın deyildi. Burada hardasa
1.8-2 mm-dir. Orada 0.8 mm 0.8 idi. Ona görə biraz əyib falan büzə bilmişdilər. Amma DeLorean o vaxtı çox füturistik idi. Elə füturistik kinoya da baş rol olmuşdu avtomobil. Amma sata bilmədilər, dağıldı, getdi. Bu yaxınlarda Yeslişdə DeLorean Alfa 5-dir, nədir, nəsə çıxartdılar, elektrikli, tipa davamçısı kimi, amma konsept olaraq qalıb. İşo bir dənə söz deyim. Poladdan Porsche-nin də bir dənə konsepti var. 1967-ci ildə 911S bir dənə düzəldiblər Poladdan. Qardaşım Wikipedia. Mən də Wikipedia. səndən öyrənəcəyim açıq yoxdur. Yəni başqa da tarixdə Poladdan bir-iki dənə Fordzad olub 30 neçənci ildə. Ona girmirəm. Onlar mənə İndi Polad artıq demək olar ki, yox səviyyəsində də. idi. Məncə bu çıxdı, söhbət Bu çıxdı, söhbət qurtardı. Gəl indi biz qırpıqdalayaq. Sənin açar fetişin. Aha, açar bax, yoxdur açar. Açar Hər şey yoxdur. keçib şeyə, telefona. Biz burada nə edirik? Burada bu heç bu mənim Bu sənin maşınımdır. şəxsi maşının. Bu heç. Ay sağ ol. Açar bu. Yəni. Bir də kart olur. Kartı indi hardan tapaq? Şimdi mən dənizə gedəndə açarı harda gizlədirəm? Kartı gizlədirsən də. O gizlətmək daha rahat olur. Hə, kartı gizlədirsən. O kart olur. Kart olur. Amma bunda İki dənə yox, kart. bizdə yoxdur. Bu dəqiqə. Bizdə yoxdur, yəqin sahibində. Ya sahibində olar, deyil. Bizdə bunu İndi deyil. İlkin, bunun bir qavağın, dalın, bir... Buradan Burada bir hardansa... dənə- Aha. Bu kamp özü Kamp vallası da başa düşdün. Burada amma rahat sənə belə deyim ki, dəniz qırağı verdin, qəşəng oturdun. uduçka, getdin. çayında böyründə. Rahat yanında. Bir də aksesuarları var da bunun. Qabaq üçün xüsusi belə aksesuarlar ki, stol, rahat oturmağa, Onu da belə fikirləşiblər. uduçkanı belə keçirirsən, dayanır özü Daşı. üçün. Ha, belə Qəşəng. Prosta Kart bahadır da alırsan. bu. bahadır. Bahadır, məncə İşləyirlər bahadır. də üstündə. Bagaj həcmimiz, bagaj deyimdə ön tərəfdə belə bir yerimiz var. Cybertruck belə Foundation seriya üçün ancaq. Ancaq Foundation seriya. Foundation seriya nədir? Kimdir o? İlk mini istehsalı dedilər ki, Foundation eləyək. Okay. Foundation istehsal olanlar super şarjdan pulsuz istifadə eləyirlər. 1000 maşın. Söhbət Amerikadan gedir yenə. Avropaya gedə bilmədi axı. Avropa, bu Avropaya niyə gedə bilmədi? Buna görə gedə Buna bilmədi. görə, hə. Bu pisliyi bura. İngiltərəyə bir dənəsi getdi, onu ölkədən deportasiya elədilər ki, elədilər, çıx bayıra. Hətta maşını ştrafnoydan çıxara bilmirdilər. Yəni O millət, dərəcədə. bu həqiqətən çox tindir də, yəni belə təhlükəli, yalan deyim, yəni belə dəymir. Kiməsə dəysə Allah göstərməsin. Kiməsə dəysə bu əsas da belə deyim, pasajir deyim də yolda olan piyadalara piyadalara. metodur, razıyam. Amma belə maraqlı maşındır məncə, yəni 130 litr. 130 litr. Ha. Normal. Normal. İstəsəm oradan bağlaya bilirəm və yaxud da ki buradan. Avtomatik. Ya da ki telefonla. Ya da ki telefonla. Ya da içərdən. Hardan? Harda olsa. Bir dənə əlvi vurma. Bir əllə bağlama. Necə istəyirsən bağla get. Bir dənə LED barımız var qabaqda. Məncə okey, yəni biz mi o qədər öyrəşmişik o söhbətlərə. Artıq trenddir bu. Tesla da dedi ki, qardaş, mən LED bar bundan sonra buraxıram da. Amma fara ilə bayaqlar sənə bir dənə söhbətin oldu. O yəni ümid edirəm restyle-da onu düzəldəcəklər. Uşaqlar, faralar burdadır. Yox. Sakit. Hə, faralarımız burdadır. İlkin nədir sənə yandıran? Farada tema nədir? Deməli, faranı yerləşdiriblər bura. Yəni, belə deyək, gündüz işığı deyil. Bu bildiyimiz faradır. Gündüz budur da, LED var. Gündüz odur, bardır. Farada tema odur ki, qışda qar yağanda bamperin üstünə qar yığılır. Bağlayır. Faranı örtür, qabağını örtür. Bir siləcək zat da yoxdur. Yoxdur, heç nə yoxdur. Bunu ümid eləyək ki, restyle-da heç olmasa bura düşürərlər ya da bura qaldırarlar. Nəsə bir şey fikirləşərlər. Nəsə eləməlidirlər bunu. Bu da bizim TOW söhbətidir də, çəkici. Если что, millət, avtomobil, yəni Cybertruck 3 versiyadadır. 3 versiya. Minimalı nə idi bunun? Minimalı tək arxa çəkəndir. Bir dənə motor. Bir dənə motor. Bu Foundation 2 dənə motor. Bu AVD-dir, 4 çəkəndir, 2 dənə motor var, biri qabaqda, biri dalda. Arxa aksda dönür. 303 qabaqda, 297 deyəsən arxada. Nə verir bu da bizə? 600 at gücü. 600 at gücü verir. Məncə 600 at gücü normaldır. Kifayət qədər. Maşın 3 tondur və 4 çəkər. 4 ton 200. 4 ton 200. Hə, 2 motorlular da onda. 2 motorlular da.
4 ton 200 bax bir dənə. Yəni normal asfalt zadı yüngül əyə bilər də. Çəkiş qabiliyyəti də məsəl üçün nəsə pritsep zad dartmaq zad 5 ton da arta bilir 4 çəkər modellərdə. Ancaq bir məsələ də var ki, o bayaqki qaqaj teması, o şeylə GM-lə yoxlayırdı onu. Hardasa 2 ton yarım, 3 ton güc verdi, arxa tavuk qırıldı. Seryozo. 5 ton kitabdadır. 5 ton kitabdadır, ancaq 5 tonu qabaq rahat çəkdi. Rahat çəkdi. Şimdi nətərsə 5 ton var söhbət, 5 ton söhbəti var. Başqa bir də nə qaldı? Əsas Cyber Beast. 100%. Cyber Beast. 3 mühərrik. O belə qoca kişilər demiş çopoğlu variantında. O konkret. O 850 at gücüdür, səhv eləmirəmsə. 0-100 sürətlənmə 2.5. 4 ton 200 2.5. Bəlkə o biraz da ağır olar. Bəlkə də. 3 dənə motor oldu. 3 dənə motor. Deyək hardasa 4 ton 500 deyək. 4 ton 500 2.6 saniyəyə, 5 saniyəyə 100. Yaxşı, o yoxdur əlimizdə. Əlimizdə olan budur, 4 çəkəndir. Bunun da sürətlənməsi 4.2 saniyə olmalıdır, 0-dan 100-ə. İndi bilmirəm, yoxlaya biləcəyik, yoxsa maşın çox yekədir. Normal yol balaca gəlir bizə. 0-100 sürətlənməyə, onu yoxlamağa yolumuz da yoxdur. Hə, orası var. Sonra, ay İlkin. İlk, gəl. İlk soyuq silah. Bu qədər qalxır Türküm. Sən Türküm məsələn dalın tutma qabağı. 2 nəfər tuturuq da yəni bunu. 1 metr variant yox. 1.20 də. 1.20. 1.20 şotka dünyanın ən uzun yekə şotkalı maşınıdır və dünyanın ən yekə patpresli maşınıdır. Allah köməyiniz olsun. Yəni bunun patpresi getsə, qırılsa heç nə də. Qırılmasın. Məncə amma deyirsən bu nə? Qalındır, şüşəsi falan. Bu patpresdə də eyni. Eyni. Onda hələ-mələm istifadə olunmalı. Daşazada qırılmalı. Hətta o ki tırın arxasından bir dənə təkərdən bir dənə daş sıçrayır ha. Bunun üçün heç nədir o. Hə, rahat. İşimizdə olar da. Onda Pol apokalipsis düşdü, otur qaç. Vəsə. Roza tokun olsun da. Tokun olsun. Bir yerdən gəldi, bir yerdə qırılırsan bax. Vəbşim, uzunluğumuz nə idi? 5 nə? 5.20 5.20. 5.20-yə bax. Amma belə bax get, bax bitmir. Hələ də çatmamışam. Amma belə mayakıva sıvağımı vurdu ya, yəni dümdüzdür. Rahat, dümdüz, mayakıva sıvağım. Ay sağ ol. Bir də böyle usta belə olur, hə. Cybertruckların hamısında var da bu şeydə. Bura yekədir də, bunun sürməyə söhbəti var. Bu təkərdən arxa bir dənə arxaya qədər olan məsafəyə bax. Bunu döndərəndə qaçır da. Bura bir dənə aka girir zandım. Amma təkərlərimiz də başqadır mən bilən. Bu Təkərlər nəsə spets valladır. Xüsusi istehsal. Bu neçəlikdir, nədir bu? Kimsənsən? Bu 22 olmalıdır. Yəni R20-dir bro. R20, hə. Deməli, bu R20 üstündə kalpaklar da olur buna. 285-65 R20 üstündə kalpak söhbəti də var. Üstündə kalpak söhbəti, üstündə gəlmir də. O almalısan. Hə, o almalısan. Baba, o təkərin üstünü görsən cızıqları. Kalpak birbaşa ora çıxır. Hə, buraları tutur. Hə, amma şeyi oxumuşdum ki, deyir bu kənardakı protektorlar birdən qayaya yazıda yan pörtü qalxmaq istəsən o kömək eləyir. Hə. Deyir adapter zad da gəlmir. Bu söhbətdir o. iPhone-dur da brat. iPhone heç olmasa nəsə USB verir, ona verir. Yox, vermir. O 2 ildir artıq onu belə şeylədilər. Bunu baba bir də toxunuş bəsdir. Vay. Səliqəli. Mən gözləmirdim açıq buradan çıxa bu. Ha, səliqəli. Burada bir tərəfdədir, o tərəfdə də. Yox, ancaq bir tərəfdə. Ancaq bir tərəfdə. Bəzi maşınlarda var, nə bilim, 2 dənə Çin maşınlarında var. 2 dənə, biri orada, biri. AC-si də budur, DC-si də budur, hər şey də budur. Nəyin var burada? Nəyin var burada? Hə. Bağlayanda örtürsən. Yüngülvarı toxunursan. Toxunursan. Paket. Moşiklər bunu zırıq-zırıq edir. Bu maraqlı. Onun burada da bir dənə şey var ki, kameranı eyni ilə plastikin içində gizlədiblər. Maraqlı. Yuşo bildiyim qədərilə bura bu normalni qalxır. 15 santı. Çünki askı sistemimiz pnevmatikdir, yəni hava ilə olan pnevmadır qardaşım, qısa konkret. İkin bir dənə sənə əziyyət, zəhmət, bir dənə bu maksimal və mən də şey deyirəm, pərgar olaraq, baba, burada çökürəm belə. Başladı deyəsən. Qalxır. Kompresor işləyir, biraz ama vaxt alır ha, bura. Biraz vaxt alır. Baxdım internetdə. Yəni, biraz gez doldurur. Yəni 15 sant da az deyil. Orada ölçü neçə göstərir? Burada ölçünü göstərmir hələ ki. 3 neçə? Ən maksimaldadır. Yox, dolur yavaş. Hə, dolur. Qalxır, görürəm. Qalxır. Doldu. Bu qədər? Ən maksimalı bu. Maksimalı budur? Aha.
Fərq elədi? Fərq elədi, amma biraz Baxım bir dənə özümdə. bu yaxşı dalın buraxmaq. Yox, düşəndə hiss elədim. Düşəndə hiss elədim. Bunu dalın buraxıb qabaq olmur, hə? Opşu qalır. Deyirsən belə şey eləyək, paradox eləyək. Bir şey var, o yoxlayacaq onu sürəndə. Mən bildim Dala sən qabada nə çəkməyə yoxlamaq söhbət istəyirsən, var, hə. onu baxacam, görüm. Görək, Tamam. Maşın sahibinə deyək, bir dənə kruq vursun, biz onu yoxlayaq. Maşın sahibi orada heç xəbəri yoxdur. Hə, indi. onda onu bir dənə yoxlayarıq. Sonra qapını göstərdi əslində açılmağı. Arxa da eyni ilə Hə, düymə. Gözləyirsən özü biraz qabağa gəlir. Verdi qabağa. Sən də. Açdım, bağladım. Tamam, içinə keçərik. Keçək istəsən Əsas məsələ. backside. Bəli. Qardaşım bayaq dincəlirdi orada. Gəl bir dənə arxasını bir opşub baxaq. Hə, hələ açmayın. Qabağın başa düşdümü Hə, ilkin? qabaq bu. Arxada Qabağın bilmir dalı çox kvadrat. Deyə bil dalın yola veriblər biraz. o deyir ki, dalı arxa-arxaya sürətlə getməyəsən də, heç kimə dəyməyəcəksən. Ona görə Amma prosta yanından adam keçəndə gərək tin pisdir də, yəni tin komadır. bildiyin tindir də, yəni bu. Ha. Tamam. Əllə belə vuranda hiss İşığımız, edirsən onu. adımız, hə burdadır. Bar. Olayımız Ha, burdadır. bardır. Bunlar atrajat eldi onda. Onlar atrajat eldi. O vaxtı velosipetimdə vardı mənim. Məndə də. Hə, bu da Tesla. zadni işığımızdır. Zaten Tesla. işıq, bir də kamerada burada. Kamera heç də olmalıdır. Kamera öz yerində, o da bunun altında. Hə, şey, çəkici Hə, şeyi. örtüblər belə şeylə, plastiklə. Oturmuşuq, Hə, sonra da şeylə taxa bir- bilmərik. Bu açaq. Açaq, getdik. Burada olaylar var. Burada knopka var. Gəbərik. Stabil olur hə. Stav elə olur hə. Aha, 3 dənə düyməniz Üç var. dənə Bu jalizi oynadır. Bu da yəqin ki Onu açacaq. olaysın. Amma elə bilmə ki, avtomatikdir. Hə, o prosta buraxır. O prosta buraxır, burada amortizator var deyə o saxladı sənin üçün. Amma quş kimidir Quş amma kimidir. bura. Amma bunu tək götürmək istəsən, Ağırdır. çox ağırdır. Hə, orada nəsə Hə. sistem var ki, Sistem bunu var ona. rahatlaşdırır. Bəli, kömək eləyir. Amma Хорошо. burada içəridə şey görünür. Bir dənə jalizi Jaliz. açaq. Görə nəyimiz var? Getdik. Jalüzdə statik qırılmayan jalüzlər. Onu gördüm. Düzdür, indi biz bu Dırmaşırlar videoda üstünə. tullanmayacaq üstünə. Amma İndi də hə, arxa patpresi. o artıq görünür sənin. Sən burdasan. Buradayım. Buyur. Deməli üçün genişdir. Əməlli başlı. Rahat genişdir Ha. yəni. Bir də misal üçün millət, var LED barlar var burada. Bunlar gecə üçün məncə maraqlıdır. Rahat görürsən. Qəşəngdir. Burada Burada qəşəng kamp eləmək olar. matrası at yat. Ya da balaca hovuzlar olur ha. O qədər. Suyu doldur içinə, hovuzu qoy bura, suyu doldur. Paket. Bir də millət, bax burada bir dənə üçün oradan sən Ha. zəhmət. Getdik. Bir dənə də belə əlavə bizim yerimiz var. Düzdür, biraz kirli ola bilər. 95 litr hardasa. Təkcə bura. Buna deyir ki, sən şey eləyə bilirsən. Nə? Buzlarını tök, Ha. soklarını, sularını Qoy tök. ora. Çünki qızmır bura. Hə. Plus deyir, Reduktordan altından daralmadan. da deyir nəsə desən şey olmalıdır, suyun buraxmaq üçün. Eləyir, getdi. Lük getdi. Sə. Qəşəng, qızım örtüm. Biraz mənim pozisiyalarım qəribə ola bilər, çox fikir verirəm. Burada da Burada- qardaşım, 220 voltumuz, hə, V2L. 120 var, Bəli. 240 var. Burası Amerikan girişdir də, perexodnik. Burada Amerikan girişdir. Mən bir dənə belə yaxınlaşmaq istəyirəm. Gəl. Oba. Deməli, bura ikisi 120 voltdur. Bu 220 voltdur. Nəyə görə? Amerikanın 120-ni istifadə eləyir. Hə. Bu Amerikalılar üçün 2 fazadır. Hə. Tema odur. Amerikalılar üçün 2 faza 250 volt deyək də. 250 voltdur. Olay Bizim odur. üçün 1 faza. Yaxşı, biz 250. bu indi bax Bakıda Ha. perexodnik qoşub Rahat. bilim, telefon zaryadkaya qoya bilirik. Rahat. Tostoran qoşub yeri silə bilirik. Gətirim telefon adapteri zaryadka eləyək. Ya Davay, bəlkə davay. maşınımızı zaryadka eləyək. Davay, nə tər istəyirsən? Göz adapteri gətirirəm. Adapterimiz burada. Hop, taxdıq. Başladı. Bu da bizə zaryadka. İndi əlimizdə olan buydu da. Siz istəsəz xaladelnik, tostoran. Daha artığını deyim mən sənə. Aha. Funksiya var ki, ümumiyyətlə ev enerji ilə təmin edə onu bilər. oxumuşdum, hə. 11 kilovat enerji götürə bilər. Yəni Məsələn. evdə rahat işıq söndü. İşıq söndü, generator əvəzi işlət bunu. Qutardı zaryadkası, getdin ən yaxın doldurma super şarj yerinə vurdun, Kolunu, gəldin. ha. Düz indi Amerikadan danışırıq da. Bizdə də məncə açansa olacaq bu söhbətlər. İnşallah. Numaralı. Hadi. Keçək içəri. Keçək. Getdik. Hələ içəridəyəm başlayır. Salam Melik. Salam Mekin. Xoş gəldiniz. İlk bəy necəsiz? Çox İşlər necə? şükür. Tesla Cybertruck'ın arxasında əyləşmişik. Rahatdır. Rahatdır. Mən bayaq dedim, bununla arxada uzaq yol getmək istəyirəm.
maraqlıdır. Mənə Bir bir də kapla arxada necə rahatçılıq açığı olacaq. şeyini bilmirəm. Prosta pnevmat da məncə yumşaq Neyim oldu? olar. Məncə də yumşaq olar. Va. Ha burada ip var belə. Dartdım. Dartırıq, bir dənə də belə eləyirik. Hop. Gəldi. 2 dənə stakan yerimiz var. Dizaynına fikir versən, yenə Cybertruck'ın xüsusi dizaynı, okey, bucaqlar sağ olsunlar, əziyyət çəkib də bunu eləyiblər. İnteriyerimiz ağ, məncə Tesla artıq Ha, kult olub da bu tanınır da, söhbət, hə. bu ağ şeylə. Bir də nəyimiz var, bilmirəm, stasında onu göstərə biləcək yoxsa yox. Belə bir monitor var. Burada İlkin, neyləyə bilirik? burada bax klimatdır, oturacağı, qəşəng istədiyin kimi idarə edə bilirsən. Başqa nə var? Maraqlı nə var? Uşaqlar oturub dalda. Oyun. Bax nə qədər keyfin istədiyi Bu qədər. nədir o? Kraloyun.com-un Nə qədər. Misal üçün də, Getdi. talım. Özdə oyununa girdin ha. Tesla'nın nəsil oyunudur. Doğru 2 da. nəfərlik də oynaya bilər. Nətər olur bu? Qabaqda da onu rulla oynamaq olur ha. Bu dalda uşaqlar üçün, məsələn, rayona getsən, Yox, bir dənə bunu two player, getdi, okey. seç. Qaqaş oldu. Qaqaş Rezi biz. Həri, Cybertruck Cybertruck. getdi. İndi chill-la Biz başlayaq. prosta göstəririk. Göstərik, getdi. Özü gedir, sən döndərsən. Sağ ol. Ola! Belə, yəni neçə dəqiqə istəsən rayona çatarsan. Mənə elə gəlir ki, bunu yəni Çin brendlərdə rahatlıqla eləyə bilər, o qədər Çox çətin. rahat, onlar üçün Olar. yəni Bu elə bir şey yox Şirin. bomba gəldi ona. Nə idi? Bilir bax, bombaza da atır bax. Şey, o donduq. O donmalı idin da bura. Şeydə Crash Bandicoot var idi. Ay, ya, sağ ol, Onu hə. elə bil ki, Tesla variantı. Hə, bu high level 2 barmaqla oynayır. Allah, High level. belə söhbətlər var. Götürdü bombanı. Bildim. Tez gəldi. İlkin sən missiyada keçirsən. Çıxmaq istəsə də belə çıxırıq. Hə, iqralarımız da Çəkilişdən var. sonra davam eləyək. Hə, onu revanş eləyərik bura. Arxa belə. Hə, arxa belə nastroykadır. İstəsən arxaya ayrıca öz telefonunu, yəni burada tanıda bilirsən, telefondakı mahnıları arxada oxuda bilirsən. Okey. Amma məsəl üçün bu baş yüksəkliyi indi bizim böyümüz böyük deyil. Yəni 1.80 falan deyil. Neçədir Hə, səndə? 1.70. Hə, Özünü öldürə. Öldürə 73-74 dollar olmaz. Bizə okeydir. Bizə okeydir məncə. Biraz hesab elə hündürəm də. Hə də. Oldum 1.80 Hə, oldum. 1.80 oldum, hə. Okey. Ayaq məsafəsinə bax. Bu şey olur İlkin. Nə? İstilik məsələsi. Yox belə şəffaf. Yox, stabil. Nədir budur? Stabil. Cüzi belə qaralma. Amma şey yoxdur da, jaliz yoxdur. Yoxdur, çox istəyərdim ki, blurlaşma olsun. Onda Lexus-da olan Lexus-da o idealdır, o ideal. O yoxdur. Ha, bu Bu işıqlar. işıqdır. Hə, bir də Bu da şey. asılqan yeri. Tamam, belə çox bir olay yoxdur arxada. Ayaq yeri, qabaq oturacaq da hündürdə olduğuna görə ayaqqabılarımız da artıq dəymir ora. Если что, millət, bu hal-hazırda əyləşdiyimiz hissəni də biz rahat qatdalaya bilirik. Burada nə bilim, beləsinə paltar yuyan falan. Yük filan nə istəsəz rahat yerləşdirə bilirsiniz. Amerikan şeydə fikri. Düşüncə hə onun ki, böyük yükü aparsın. Ay sağ ol. Keçək qabağa. Keçək, getdik. Gəldi İlkin. Cybertruck interyerindəyik. Heç nəyə başlamazdan əvvəl mən ən birinci günlükləri istəyirəm göstərim. Maraqlı dizayndadır. Hə, burada bir dənə belə 2 qat açılır. 3 qat da bir dənə də içində hətta minimal. Güz günü görmək üçün. Bir də misal üçün bu söhbət, hə. Maqnetik. Hə, bu. Misal üçün baş bəyməsən də belə şey eləyirsən. Ya bunu amma yəni Lüboy məncə şeylər istehsalçılar eləyə bilər. Bu zordur. Çox qəşəngdir. Sem o taxılan plasmas. Tak, balaca minimal güzgümüz var burada. Bilmirəm nə görürük, stası görürük bu dəqiqə. O elə ancaq arxaya baxmaq üçündür. Çünki sürəndə artıq o güzgünün bir dənə bura keçir. Hə, ora keçir, rahat görürsən. Bildiyim qədərilə Avropada satılmamaq səbəblərindən biri də elə budur ki, güzgüyə baxanda arxanı görə bilmirsən. Arxanı yüngül görə bilirsən əslində, amma necə? Gərək açıq olsun. Açıq olsun, hə, arxa tenti. Hə, o olmasa mümkün deyil. Buradan da çəkir ha Osman, biləsən. Deməli, yekə monitorumuz var. Bu fırlanıb eləyir, yoxsa bivaydizatsiya söhbətidir o? TikToka baxmaq üçün belə fırlansın. Yoxdur elə söhbət. Qol qoyanımız var. Bu bildiyin trak söhbəti burada. Geniş. Sükanımız Portuqaliyada gördüyümüz Lexus'da olan steering by wire, yəni şey nədir? Şturvalsız. Ay sağ, şturvallar yoxdur. Elə bunu döndərdim, polnu döndü, arxa da döndü, qabaq da döndü, hamı döndü. Ya elə bilməsinlər ki, bu az dönür deyə təkər də az dönür, elə söhbət yoxdur. Sürətli gedəndə özü nizamlı özü şey eləyir, hə. Bax fikir ver, arxa təkər də var, burada görə bilirik ki. Hətta belə baxsaq, buradan belə çevirək, kadra işləyək. Nömrəni də vurub, üstünə fikir ver. Görsən, arxasına Cybertruck. İlkin nəyimiz var burada?
yerlənirik özümüz Ha, üçün. bu belə. Burada nəyimiz istəsən var. Misal Nə üçün, göstərə bilərsən? açırıq buranı. Oo, Burada geniş. çox şey var. Çox şey var. Hə. Bu yuxarı hissə sırf sürücüyə aid olan hissələrdir. Məsəl üçün oturacaqların qızdırılmasıdır, klimatdır, sükanın qızdırılmasıdır və s. Bir dəqiqə. Yoxdur. Pavorotnik. Ehtiyac da yoxdur. Hə, pavorotnik Aa, budur. Yerdən. Və o knopka deyil də, haptik sensordur. Basıram axı. Tık-tık eləyir. Hə, eləyir, amma deyil. Eləyir, amma deyil. Hə, Ha, hissiyatı verir. MacBook'un şeyi kimi, touchpad'i kimi. Sağ ol. Okey. Hə, onun kimidir. Bu narahat deyil. Sürətə atma. Hə, biraz mənə elə gəlir dönmə işığı üçün narahatdır. Çünki dönməyə girməmişdən qabaq yandırmağı səni məcbur eləyir. Onsuz da elə Ki olmaz. olmalıdır. Belə. Vərdiş olduğumuz kimi elə deyil axı. Azərbaycanlı elə qardaş. Hə, Tamam. skor satdı artıq, deyatdır. Mən torumuzu bastım deyə atır. Deyatır. Yəni burada həm monitordan ata bilərsən, həm buradan keçirtmək olur. Ha, bu manual kimi Manual. elədir. Birdən monitoru Aha. nəsə tudaysa Hə, oradan beləsinə. həll Bu eləyirsən. bizim bu obris Teslalarda da mən bilirəm. Hə, hamısı orada. Sadəcə burada artıq sensor eləyiblər buna. Fiziki Tamam, düymə yaxşı. deyil də. Alsın. Məncə fiziki düymə daha yaxşıdır. Məncə bu misal üçün klimat kontrolun burada olmağı mənə ləzzət eləmir. Hə. Mən sürə-sürə istəyirəm ki, misal üçün xodum biraz azalda bilim, yola baxa-baxa. Onu dəyişməyə artıq hə. Onun üçün biraz Bu dikkat Tesla deyir ki, bunu eləyirsən avtoda, gətirirsən 22 dərəcəyə. özü eləyir. Özü asta-asta. Sənə çox soyuq oldu. Bir dənə bunu 23 23 elə qaldır. dincəl. Hə, qalanı özüm həll eləyəcəm Tamam. deyir də. Yəni, belə bir İçəridə məsələ. çox genişdir. Bura yekə sumka falan qoya bilərsən. Hə, bura təmiz Çox istifadə yekədir. eləyiblər. Bura çox rahat. yekədir. Burada əmisi rahat. Taxt. Yəni Rahat. Ya çox qabaq əməlli başlı çox görünür. yekədir. orada. Ona görə patpreso boydadır da. Ha. Gedək yavaş-yavaş. Çox Gedək. cəmaatı Ha. həyəcanda saxlamayaq. Düzgü burdadır. Hə, belə zoomu da Hə, var. zoomu da Hə, var. şeyi də var. White da verir. Aha. Okey. Bu kartanı ləğv edir. Məncə kart heç bir Şey olmalıdır, internetə qoşulmayıb, ona görə kartanı Hə, göstərmir. Tamam, yaxşı. İndi əlimizdə var. Sürəti burada görürük. Priborzad yoxdur. Yoxdur, hamısı burada. Okey. Açıqanı da burada. Harman kardonzad bunda yox. Bunda Bozla Bowers'ın bir yerdə hazırladığı səs sistemidir. Hə, stok olaraq gəlir. Aha, stok olaraq hamısına, ancaq üstündə heç bir loqo yoxdur. Heç bir. Çox yekədir, Murat. Əməlli başlı hiss olunur ha yekəliyi. Gedir o. Amma regenerasiyası da çoxdur. Tez belə tormozlayır elə. Tesla deməli ən çox elektromobillər arasında regenerasiyası yüksək olan elektromobildir, 75%. Yəni bu o deməkdir ki, qazdan ayağını çəkən kimi tormuz verəcək. Yaxşı deyil axı elə. Mən ona Biraz öyrəşməmişəm. Öyrəşmək məsələsi var. Mən açığı özüm Teslanı ilk dəfə alanda 6 aya öyrəşmişdim ona ki, stabil saxlamağa. Ancaq enerji götürməyinə görə çox idealdır. Amma sənə deyim, Murat, biraz qəribədir. Onda hamı baxır Hamı biraz. baxar. Biləndə bilməyən də Bax, baxır. mən də olsam, bilə-bilə də olsa baxaram ki, Aha. nə şey, Cybertruck. Yəni kimsə Cybertruck tanımırsa belə baxır ki, bu nə əndir. Amma ayağımı çəkən kimi çox tez şey eləyir Aha. bu. Onu stabildə saxlamaq Bir lazımdır. dənə dönək. Bax, maşın zadı da görür ha. Daha qabaqda yerə adamı da görür. Hamısı. Sonra bir dənə dönüş. Belə də eləyə bilərik. O bir dənə belə eləmək istədin də sən Ha, 1-2 bu kruq vurmaq istəyir də istəyir, aslında. hə. Və böyük maşındır deyə bucağı Rahat gördün də. döndü ya, 5 metrə. İndi hansı moddayıq biz? Biz Komfortdayıq, indi sportdayıq. sport olmalıdır, səhv etmirəmsə. Sport moddayıq Sport hazırda. modda onda 600 at gücü nə var, nə yox verir. Maksimaldadır. Hə. Bunu Yox ya. dayana biləcəksənsə olar. Dayan. Buz olmaya qədər getməyək də. Dayana, bura regenerasiya Getdik. azad. Dayan görüm. Çox gəldin. Ya biraz çıxım da tuneldən. Aha. Gedək. Gedək. Aşmarıq da. Ümid eləyirəm. Ümidvaram ki. Amma zövqü Murat, belə deyim də sənə qəribə gəlir hal-hazırda mənə. bilirsən niyə mənə elə gəlir ki? Şey də oldu bu. Şamil Ha, yadıma düşdü Şamil. bax. Sən hər dəfə ona deyəndə Şamil yadına düşür. Adamın ürəyi ağzına gəlir, Murat. Bir dənə buradan bir dənə qəşəng bir dənə U dönüşü. Gözümdən gələn yoxdur. Məncə yox. Getdik. Oo, bura döndük. Mən elə bildim belə də gen gedəcək. Getmədi. Sən arxa aksın dönməsi də yəni odur da. Şamillik eləyim. Məncə qabaqda. Amma belə reaksiya zordur.
Bax indi Pavorotnik, bax axtar. Mən o aşağıdakı sola baxır. Səni məcbur eləyir ki, iki əlin də rulda olsun. Onu məcbur eləyir. Rul da lavaşa oxşuyur Murat. Yəni yumru deyil. Amma Murat yəni gedir yəni. Gedir. Yəni 4 ton 200 üçün Super gedir. çox superdir. Deməyə nəsə Demet ablam xoş gəldin. Yəni mən bundan artıq nə deyəsən? prosta Murat gərək maşında heç nə olmasın da, yəni uçan qaçan ki, töküləcək hər şey. Gah qabağa gedir, gah arxaya Ay gedir. sağ ol. Həqiqətən amma qəşəng gedir Murat. Yəni İndi mənə maraqlı olan nədir? Bu maşının yük götürmə qabiliyyəti ton yarımdır. okey. Ton yarımı yüklədik bu maşına. Nə verir, nətər olacaq? O çox maraqlı olar mənə. Sən də pressat vurdurasan ev maşına mənə. Hardan ton yarım yük tapaq? Vallahi. Bax misal üçün gəldik, Babəkin razvorodu kimi Oy düşür. oy oy. Bura indi genişdir də. Hamı üçün Məncə də razvorodda da rahat dönər Murat. çox rahat dönər. Yəni o bayaqki dönüşü gördün Zor idi də, dönüş. konkret. Bu Cybertruckla bombada. gəlib də bu olaylarda. Ha da. Digər Tesla Tesla'da modellərində bu yox. dərəcədə arxa dönsün falan. Hətta məndə Model Y idi, Model 3 də mən o Model Y-dan qabaqki, yəni zəifdir dönməsi. O dönüşlər. Məsələn, Babəkdə dönürəm o heç ancaq biraz belə o bir xəttinə sürtünə. Biraz əziyyət var. Əziyyət var, o sözsüz, Bunda amma bunda əməlli başda. Yəni qəribə. idealdır. Bir də millət, yəni yoldakı bütün maşınlar, adamlar, hər şeyi görürsüz. Uçan, qaçan hamısı burdadır. Avtonom istifadə olunur bizdə, yəni işləyir bizdə, yoxsa bunun üçün nömrə falan nəsə lazımdır? SIM kart falan olsa yaxşıdır ki, internetlə davamlı onlayn olsun ki, bütün ətrafı falan hər şeyi görsün. Amma avtomatik sürüşdə, avtopilot belə bir şey var, əlvi çəkdin getdin. Əlvi çəkdin, getdin, belə deyək də A nöqtəsinə B nöqtəsinə vursan, FSD belə deyək, işləmir. O işləmir. Mən Nərimanova düşür, yoxdur. Yoxdur. Amma misal üçün zolaqda gedirsən, avtopilota qoydun, düşdü zolağa, sağa dönsə sağa döndərəcək, sola dönsə sola döndərəcək. O Şamaxının pervalları ki var, orada sürəti azaldacaq, sənin üçün döngəyə girəcək, zolaqdan çıxmayacaq. Yəni yolda belə sənə kömək eləyə bilir. Çox kömək Amma eləyir. Waze-i vurum mən Şamaxınka yoxdur. O yox. Gördün? Regenerasiya çox Öyrəşənmirsən. Murat, mən tam buraxmayasan gərək. tam buraxdın evi ki, maşın düşür Yatır. şeydə, yatır da, elə deyə bilərik. Qəribə. Yaxşı, Cybertruck sürmüsən? Bir dəfə qısa məsafə sürmüşəm, tam sürməmişəm. Qısa məsafə bağlı. Bağlı, bağlı parkinq filan belə kimi. Onda qardaşım. Ya avariyka vuraq burada. Ardınsa sensorundan bir dənə tam. Prosta harda dayanım mən? Böyle avtobus yeri. Əynək də. Gəl burada dayanaq da, dayı. Keçsinlər bizim günahımızdan. Və Osman nə idi? 60 manatdır bura. Nəsə elə biz. Prosta bir də biz düşsək, Yox, telefon götürdük. Bizdən də telefon. ola uzandı mənə. Dəyişək. Aha. Bunun bu oyununu mən sevirəm. Bu artıq yoxdur deyə bir dənə tormozu bastın, keçdi deyə getdin. Allah sən onu öyrəşmisən, mən Rahat. yalan deməyim. Amma bu güzgü olayı sevdim. O qəşəngdir. Bunu yaxşı fikirləşiblər. Rahat. Bunu da belə eləməyin mənası FSD-yə daha çox önəm verir. Görürsən, o ən uzaqdakı bu avtobusa kimi hamısını görürük. görürəm və sırf olaraq balaca avtobusda balaca avtobus, böyüksə böyük görür. Yəni o dərəcədə. Yaxşı deyə Şamil. Amma bildiyim qədərilə əylət sistemi falan Tesla'nın öz məhsuludur da. Öz məhsulu, Yəni hansısa bir kalab yoxdur orada, Brembo falan söhbətlər. Oxşarlıq Mercedes-ə daha çox oxşarlıq olub. Çünki 2013-14-cü illər, 12-13-cü illərdə Mercedes hissələrini alıb Tesla'nın. 14-də geri qaytarıb, 15-də geri qaytarıb Tesla öz hissələrini. Ona görə askı sistemi Mercedes-ə oxşardır. Amma belə dəridir, Murat. Dəridir. Bura biraz xoşuma gəlmədi. O biraz plastik oldu. Onu mən də birinci dəfədə gördüm. Belə maraqlı şey düzəldi. Bundan sonrası da parça fason bir şeydir.
Bu rahat əşyanı Qəribə. at orada. Yəni salona, baqaja yerləşmirsə qoy ora. Surf taxtası zad rahat qoya Nə bilərsən istəyirsən, məncə. hə. Necədir Pavorotniksiz həyat? Çətin. Qol axtarıram mən burada bayaq da. Ya burada oturmaq rahat deyə qardaş. Əsas məsələ o. Yox, qol mən tərəfdarıyam. Qol olmalı. Olsun evlər. Burada bu bir balaca belə knopka zad ola bilər knopka ki, olsun ki- klimatı mən burada. Hə, eybi yox da, yəni dönmə işığını da bura knopka qoysunlar. Hə, fiziki knopka olsun da nəsə. Bu narahat. Bir dənə bu da mənə hardasa çatmır. O da- Yalan hə, deməyim yox, ayı yox. şəxsi fikrim. Başqa Teslalarda da belədir, okey, bildim, amma burdadır da qardaş. Fiziki düymənin məncə yeri tamam ayrıdır. Ən super mənim belə fikrimcə 36-da idi BMW-də. Düz skorsun dalındaydı. Hə, yerində. Bilirsən hardadır, əlinlə sırazı. Moment oldu, əlimi atdım, tık vurdum. Murat onda moment Burada çox da- olurdu, ona görə ara qoyublar. Hə, prosta burada da açıq indi şey eləmək istəmirəm, burada da rahatdır əslində. Burada rahatdanca Görün. fiziki olsaydı daha yaxşı Hə, olardı. bir hiss eləyərdim ki, hala hə, hara Mən misal basıram. üçün yola baxıram ya da güzgüyə baxıram, piyadaya yol vermək istəyirəm. Qalsan ki, baxım, nağarım. Hə, əlvi sürtə-sürtə ora axtarırsan yoxdur. Burada da bir balaca LED barımız Hə. var. Barmaq eləyirsən, işıq yanır. Maraqlıdır, Alcantara-la bunu Hə, işləyiblər. o şey var, premium hissi verir. Verir, Yalan hə, demir, hə. buralar Alcantara olmağı. Dərilər, nappa filan Bunlar yaxşıdır. Köhnəlmir açığı sənə Hə, deyəm. sən indi neçə vaxtı Tesla'nın Hə. içindəsən? Mənim misal üçün köhnə model üçün bugünkü gündə də görürəm mən onu. Xırda bir çat var, yoxdur. Şey Qırış necə, var, yoxdur. sideniyaların buraları. Elə onu deyirəm. Necə bu maşında görürsən, eyni onda da elədir. Uşaqlar. O cəhətdən yəni Fiat 500 Abarth. Koja salon aldınız. 60-70 min getmiş maşın çat-çat. Yadındadır da sənin o vaxtki maşının da eləncə nə idi? yox, Tesla'da o yoxdur. Mən hətta onun şəkillərini də çəkib ataram sənə, videoya yerləşdirərəm. Xaraşo, xaraşo. Rahat Probegin maşın də deyərsən. 100 min artıq. 100 mindən artıq. 2018-in maşınıdır hətta. İndi bunun təzəsi gələcəkmi? Təzəsi gələcək. Gəlir təzəsi. Restyle barədə fikirləşilir, amma hələ yox. Təzəsi də belə olacaq onda. Növbəti, dizayn olaraq eyni. Eyni dizayn Hə, yəni olacaq. van fara stop dəyişəcək bilmirik. O bilinmir də, hələ bilinmir. Bir də görsən Reski nəsə olur da. Məsəl üçün Model Y-nin bir dənə long versiyası Reski gəldi. Çin artıq deyir ki, Model Y-nin long versiyasını, yəni uzun gövdə ilə. Bax bir dənə sözü Aha. kəsin. Bax adamları görür bax. Rahat görür. Düzdür. Hələ yavaş. Siz də bizi görün də zəhmət olmasın, nə olar? Ya bu boyda maşını görməmək də Yəni də maşın da deyəmirəm. maşın. Yekə maşın. Var maşın, var yekə maşın. Maraqlı üçün. Maraqlıdır. Əslində funksionallıqlar həddindən artıq çoxdur. İndi biz bir bir burada Hamısını bunu desək, basanda nə olur, onu hə, basanda nə olur 2-3 çox saat girmirik. gedəcək Bir saata artıq. yaxın bir video çəkdik əslində. Rahat. İndi Belə izlənər. bağlayaq. Bağlayaq. Millət, videomuz bu qədər idi. Tesla Cybertruck çəkdik ilkindən bir yerdə. Çox sağ ol ki, sən də dəvətimizi qəbul edib gəldin. Çox sağ ol ki, iştirak sən elədin. dəvət elədin məni. Var ol, Çünki Rahmi. ikimiz də Cybertruck-ı çəkmək istəyirdik. İkimiz üçün Ay, də sağ ol. əla kontent oldu. Məncə maraqlı oldu. Plus da ki, mən əsas mənim temam daxiliyama mühərrikətdə. Bu tokda istəyirdim ki, sənin də bir fikrini, bəzi bilmədiklərimizi sən bizə ötürəsən. Çox sağ ol gəldin. Məncə maraqlı oldu. Total sual. 10 üzərindən nə verirsən bu maşına, Cybertruck-a? Məncə 10 üzərindən 8 verərəm. O yerdə qırdığım 2-dəki müəyyən xırda detallar var, plastiklər filan. Yəni o da Tesla'nın belə deyək də həmişə etdiyi şeylərdir. Yəni bu gün 2025-də də istehsal elədiyi modellərdə onları görmək olur. Mən səndən konkret razıyam. O iki xalı məsəl üçün Pavorotnik burada knopkanın olmamağına biraz verə bilər. Amma yumşaqlığı hiss eləyirsən, bax pnevma ilə olayı bitiriblər. Yəni bu pnevma olmağı möhtəşəm. superdir. Yəni söhbət bağlandı şu komfort cəhətdən. Çox yumşaqdır maşın. Təkərlər də düz onu ilə verir. Razı. Sən düz gedək biz günəş görək, oradan da elə bağlayarıq. Belə millət, videomuz bu qədər idi. Videomuzu zəhmət olmasa bəyənməyi, kanalımıza abunə olmağı, şərh yazmağı, Əsas məsələ şərh. zınqırava da bassınlar. Mütləq. Zınqırava da basın ki, bildiriş gələn kimi versin. Bir dənə yoxla görüm dönür burada. Abi necə dönür bu? Özdə qazla döndü ya. Necə dönür bu? Krapsan sən. Qəşəng, qəşəng.